Hörmətli müəllimlər, hörmətli YouTube kanalımızın üzvləri, hər birinizi salamlayıram. Bugünkü mövzumuz məktəblərdə dərsləmə necə təşkil olunmalıdır? Qanuni baxımdan bu necə təyin olunmalıdır ki, məktəblərimizdə bu haqqında mövzumuzu danışacağıq və müəllimlərin diqqətinə çatdıracağıq. Sizdən xahişim ondan ibarətdir ki, YouTube kanalımızı bəyənin və paylaşın ki, bir çox insanlar YouTube kanalımız haqqında məlumatları olsun. Mütəmadi məktəbşünaslıq haqqında e, video formatda olan dərsləri izah edib və sizin diqqətinizə çatdıracağım. Bilirsiniz ki, son günlərdə təhsil sistemində, məktəblərdə aktual mövzulara çevrilib və məktəb rəhbərləri tərəfindən məktəblərdə dərsdinləmə prosesləri təşkil olunur. Dərsdinləmə prosesləri necə təşkil olunmalıdır? Bu sual aktuallığını qoruyur, saxlayır. Dərsdinləmə prosesi ilk növbədə qanun prizması əsasında yanaşılmalıdır. Yəni, qanunvericiliyə əsasən məktəbdə dərsdinləmə təhsil haqqında qanunun ümumi təhsil müəssisələrinin nümunəvi nizamnaməsində və Elm və Təhsil Nazirliyinin müvafiq əmr və göstərişləri əsasında həyata keçirilir. Bildiyimiz kimi, məktəb direktorları da həmin göstərişlərə əsasən illik və aylıq fəaliyyət planlarında e, dərsdinləmə, dərsdinləmə prosesi illik və aylıq fəaliyyət planlarında öz əksini tapmalıdır və öz əksini tapmalıdır ki, və il boyu öz fəaliyyət planında dərsdinləmə proseslərini icra edə bilsinlər. Dərsdinləmə prosesi müəllimlər üçün, yəni peşəkarlığın artırılması, təcrübənin artırılması mühiti olmalıdır. Ancaq son zamanlarda görürük ki, bəzi məktəblərdə, məktəblərdə müəllimlərin dərsdinləmə prosesi qorxulu bir rüyasına çevrilib. Əslində bu belə deyil. Əslində bu onu göstərir ki, dərsdinləmə prosesində müəllimlər yəni öz peşəkarlıq təcrübəsini artırsınlar, biliklərini təkmilləşdirsinlər, şagirdlərlə yanaşma funksiyasını genişləndirsinlər və məktəb rəhbərliyi və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, metodbirləşmə rəhbərləri və məktəbdə olan metodistlər tərəfindən həmin müəllimlərə dərsində hansı çatışmamazlıqlar varsa, onları bildirsinlər və müəllim də o bilgiyə əsasən bütün çatışmamazlıqları aradan qaldırsın qısa bir zamanda. Dərs dinləmə prosesi necə təşkil etməlidir? Məktəb rəhbərliyi tərəfindən ilk növbədə hüquqi qüvvəyə minməsi ondan ibarətdir ki, məktəb direktorluğu dərs dinləmənin təyin edilməsi ilə bağlı əmr verməlidir. Əgər o dərs dinləmənin əmrlə bağlı hər hansı bir əmr yoxdursa, demək ki, o dərs dinləmə qanuni cəhətdən qadağandır və nə təlim-tərbiyə işləri direktor müavini iştirak edə bilər orada, nə metodist iştirak edə bilər, nə də metodbirləşmə rəhbəri iştirak edə bilər. Yalnız direktorun əmri əsasında dərs prosesində dərsləmə şəraitində iştirak edə bilərlər. Dərsləmə prosesi özü aparılması bir çox məqamlar var. Birinci məqam ondan ibarətdir ki, planlaşdırılma olmalıdır dərsləmədə. Planlaşdırılma dərsin dinləmə mütləq şəkildə məktəbin aylıq və illik fəaliyyət planında öz əksini tapmalıdır. Direktor tərəfindən bu dediyimiz kimi rəsmiləşdirilməlidir və hüquqi qüvvəyə mindikdən sonra dərs dinləmə prosesi həyata keçirilə bilər. İkinci məqam ondan ibarətdir ki, dərs dinləmə prosesində ondan ibarətdir ki, müəllimi məlumatlandırmaq lazımdır. Bir də görürsən ki, bəzi məktəblərdə dərs dinləmə prosesi müəllimin xəbəri olmadan və onun dərsində iştirak edirlər. Bu, əslində qanuna ziddir, olmaz. Yəni, müəllimi əvvəlcədən məlumatlandırmaq lazımdır. Müəllim bilməlidir ki, hansı gündə, hansı tarixdə onun dərsində iştirak edəcəklər, dərs dinləmə hazırlamalıdır qabaqcadan, özünü pedaqoji ustalığını orada göstərməlidir müəllim və müəllimin məlumatı olmalıdır. Əgər məlumatlı deyilsə, demək ki, bu yəni qanunu əks etdirmir. İstisna hallar ola bilər ki, müəllim məlumatlandırılmasın, müəllim haqqında valideynlər tərəfindən
dərsin keçirilməsi ilə bağlı müxtəlif müraciətlər olsun və müraciətləri nəzərə alaraq yenə də məktəb rəhbərliyi göstəriş versin ki, həmin müəllimin dərsləmə prosesi yoxlanılsın. Yəni, dərsləmə prosesində müəllimin keçdiyi dərs yoxlanılsın. Və bu təqdirdə ola bilər, bu da istisna hallar təşkil edir. Ancaq əsli qanuni baxımdan müəllimin məlumatı olmalıdır, bilməlidir və e, bilməlidir ki, onun dərsini kim tərəfindən dinlənilir və hansı gün, hansı saatda onun dərsləməsində iştirak edəcəklər. Üçüncü məqam ondan ibarətdir ki, dərsdə müşahidəçi, yəni dərsləmələr tərəfindən müşahidə funksiyası yerinə yetirməlidir, dərs prosesini pozmamalıdır, müəllim, yəni müəllimin dərsinə müdaxilə etmək qəti qadağandır, icazə verilmir və onun dərsin müşahidə edərkən nəyə fikir verməlidir dərsləmə aparan şəxslər? İlk növbədə dərsin məqsədini müəyyənləşdirilməlidir, dərs kurikulum tələblərinə uyğun keçirilir ya keçirilmir, bunu müəyyənləşdirilməlidir. Müəllim hansı tələb metodlardan istifadə edir, yəni hansı metoddan istifadə edir, onu müəyyənləşdirməlidir. Şagirdin dərsdə necə fəaldır, bunlara fikir verməlidir. Bir də qiymətləndirilməni necə aparılır? Sinifdə sağlam psixoloji mühiti yarada bilirmi müəllim və bunlara fikir verməlidir dərsləmə aparan şəxs tərəfindən. Dördüncü isə təhlil və rəy prosesidir. Bu sonuncu mərhələdir. Buna bildiyimiz kimi müəllimi şagirdlərin gözü qarşısında ya pedaqoji kollektivin gözü qarşısında bunu etmək olmaz. Bunu inzibati otağa çağırıb müəllimi orada metodbirləşmə rəhbəri ilə, təlim-tərbiyə işləri direktor müavini ilə və direktorla birlikdə müzakirələr aparılmaq olar dəyirmi masa arxasında və müəllimin dərs prosesində hansısa boşluqlar varsa, onları izah etmək lazımdır ki, növbəti dərslərdə bu cür situasiyalarla rastlaşmasın. Yenə də dediyim kimi, nitkimin əvvəlində dediyim kimi, müəllimi hədə-qorxu, yəni qorxucu alət kimi dərsləmə vasitəsindən istifadə edilməsi, yəni qəti qadağandır. Müəllimi sadəcə məsləhət vermək, təkmilləşdirmək, yeni metodları izah etmək və başa salmaqdan ibarətdir. Bir aktual məsələlər də var ki, dərsləmə prosesləri günün aktual mövzularından biridir ki, məktəblərdə müəllim metodbirləşmə rəhbərləri tərəfindən neçə dəfə olmalıdır və təlim-tərbiyə işləri üzrə direktor müavinləri tərəfindən dərsləmə prosesləri neçə dəfə keçirilməlidir, rübrik üzrə, illik üzrə, direktor tərəfindən neçə dəfə iştirak edilməlidir dərsləmə prosesləri. Bunları bəzən, yəni bildiyimiz kimi, hər bir məktəbin özünün şagird sinif kontingentinə və şagird sayına görə dərsləmə prosesi ola bilər. Məsəl üçün, humanitar fənlər üzrə metodbirləşmə rəhbəri var ki, yalnız humanitar fənlər üzrə neçə də sinif müəllim varsa, məsəl üçün, o müəllimin sayına qədər dərsləmə prosesi apara bilər. Sonra təlim-tərbiyə işləri üzrə direktor müavini neçə sinif kontingenti varsa, o siniflər üzrə dərsləmə, yəni təşkil edə bilər. Direktor da, direktor müavini də təşkil edə bilər. Bəzən hallarda 25-30 arası olur. Yəni, dərsləmənin ümumi proseduru, yəni sinif təlim-tərbiyə işləri üzrə direktor müavini və direktor, yəni 25 və 30 arası təşkil olunur. Yəni, dərsləmə prosesinin təşkil edilməsi. Məsəl üçün, istənilən vaxtı dərsləmə təşkil etmək olmaz. Mütəmadi, hər mütəmadi olaraq dərsləri də pozmaq qəti qadağandır, icazə verilmir. Yəni, reqlament şəklində dərsləmə proseslərini aparmaq olar. Bu qədər.